Bilmirəm bilirsiniz yoxsa yox, amma mənim adım nadir adlardan biridir. Hətta Azərbaycanda olmayan adlardan biridir. Elvira var, amma Ülvira yoxdur və ümumiyyətlə Azərbaycan adı deyil də, Alman adıdır. Amma mənim üçün çox qəribə oldu, çox təəccüblü oldu ki, Qusarda Ülvira adlı 15 yaşında bir qız var. Daha doğrusu Qusarda ailəsi, nənəsi qalır, babası qalır, bura gəlir gedir, Bakıda yaşayır özü. Demək bu uşaq doğulanda mənim verilişlərim efirə gedirdi artıq və doğulanda ona ad axtardılar ki, adını nə qoyaq? Dəniz qoymaq istəyiblər, babası bəyənməyib, Xəlil dayı bəyənməyib. Ona görə elə efirdə məni görüblər, adı bəyəniblər, mənim adımı ona qoyublar. Təsəvvür eləyin ki, həyatım boyu düşünməzdim ki, bu adda insanla rastlaşacağam. Hətta Instagramda bir ara axtarmışdım ki, görüm hələ varmı, yoxmu. Nəsə tapırdım, gördüm belə çıxıl-çıxıl qızlar. Dedim, görəsən mənlə bağlıdır bu adın seçimi, yoxsa yox. İndi görürəm ki, hə, mən adladı. Keçən dəfə də görüşdük, təəssüf ki, çəkilmək istəmədi. Amma ki, görüşdük, çox gözəl, çox mülayim, qəşəng, göyçək xanımdır, göyçək qızdır. Və hər dəfə Ülvira deyəndə mən dönürəm. Mən də dönürəm, o da dönür. Və ona müraciət eləyəndə Ülvira deyə müraciət eləmək mənə o qədər qəribə, o qədər təəccüblü gəlirdi ki, əminəm ki, adları çox yaygın, yayılmış olan insanlar belə hisslər yaşamır.